Herkese salam. Aa, Bu gecə yatmamışam. Sıfır yuxuylanam. Çox xəstəyəm. Qızdırmam var idi. Mənim də Raminin də. Gecə Damlanın halı pisləşdi. Çox öskürdü, öskürdü. Mənim də halım yox idi, ona baxın. İndi özünə gətirə bilmədiyim üçün xəstəxanaya gətirdik. Xəstəxanada acildəyik. Bir də ona serum qoşublar. Ciyərlərinin tomografisinin röntgenini çəkdilər. Bitmir. Sanki xəstəxana sürəcimiz bitməyi bilmir. Çox yorulğunum. Dəniz şükür şimdilik yaxşıdır. Bir problem yox dənizdə, amma damla yani o öskürək başımıza bəla oldu, belə deyim. Ya, yaxşı idi əslində. Hətta sizə göstərdim, video falan çəkdim. Qayət yaxşı idi yəni uşaq. Gecə birdən-birə belə pis oldu. İndi həkimi gözləyirəm. Gecə 5-də xəstəxanadayıq. Hələ saat 3-dür. Hələ də buradayıq. Belə bir dənə stulda oturmuşam. Xəstəyəm və hər yerim ağrıyır. Zaten gecə yatmamışam. Damla üçün yatış verdilər. Otaq açılmağını gözləyirlər. Boş otaq yoxdur. Otaq açılandan sonra damla verəcəklər yatışa. Amma otağa verəcəklər. Yoxsa yox, reanimasiyaya verəcəklər, orasını bilmirəm. Dəniz də yanımdadır. Ay Allah'ım, tezliklə bu xəstəliklərdən qurtulaq. Başqa bir şey istəmirəm. Damlanı göstərim. Sizə damlanı göstərim. Bu başındaki şey oksijendir. Oksijen verirlər. Yemək vermirlər. Yemək olmaz. Buradan da ürək döyüntüsünü, kalp atışını, qandakı oksijenini ölçürlər. Buradan da sistem verirlər qoluna. Belə. O da yemək vermədikləri üçün sıvı kaybı olmasın, su itirməsin bədəni deyə verilən bir şeydir. Çox yorucudur bu xəstəxana prosesi, bilirsiniz. Hər şey çox gözəl idi. Biz bir anda dünən xəstələndik. Damla zaten öskürürdü. Dünən bir anda o da pis oldu. Gecə ayıldım. Gecə daha doğrusu dura bilmirdim. Öskürürdü, mən dura bilmirdim. Gördüm, heç türlü dura bilmirəm. Dərman atmışdım. Qızdırmam biraz düşməyə başlayanda özümə hal tapdım ayağa durmağa. Durdum. Bu arada Ramin niyə durmurdu desəniz, Ramin də indi mənim cürümdədir, o da xəstədir. Onda qızdırması var idi, halı yox idi. Qalxdım ayağa ki, Damla belə halsızdır. Yoxdur, halı yoxdur, belə qolunun, bədəninin hərəkəti yoxdur. Çox belə yumuşaq bədən, belə kimidir. Qızdırmasının ölçüm 37,5 idi, amma sonra 15 dəqiqə, 20 dəqiqə sonra ölçdüm. 36,8 idi. Böyük ihtimalle bədəni çox qızıb, onun qızdırmasıdır. Qızdırma değildi. Böyük ihtimal, bilmirəm dəqiq qızdırma idi ya yox, amma bura gələndə qızdırması 37 idi. Belə, indi rentgen çəkdilər. Götürdülər, analiz götürdülər. Hamısını eləyəcəklər. Analiz eləyəcəklər, daha doğrusu eləyəcəklər yox. Hamısını analiz elədilər. Ciyər infeksiyonu var, mütləq yatmalıdır, oksijenə ehtiyacı var. Çox mənasız, yorucu bir xəstəlikdir. Bu arada Ramin çöldədir, burada deyil. Ramin deyir ki, çöldə sırada bir sıra var, şaşarsan yəni. Elə bir dənə sıra var. Uşağın xəstəxanaya gətirib müayinəyə. Mənim yanıma bir dənə bayaq uşaq gətirdilər, təzə doğulmuş uşaq. Düzdür, damlacığından balaca sayılırlar. Çünki damlacıq prematürə doğulmuşlar, amma o normal doğulmuşdu. Biraz böyük uşaq idi. Amma təzə doğulmuşdu, üzün gözünü şişi dururdu. O da dəhşət bir söz çürürdü. Böyük ihtimalle soruşdular ondan kim evdə xəstədir. Dedi, ailədə hamımız xəstəyik. Biz necə onlardayıq.
Onun yanında məsələn 3-4 yaşında bir dənə uşaqları var idi. O uşaq da öskürürdü, amma o gülüb oynayırdı. Yəni böyük uşaq, böyük insan bunu bir şəkildə tolerə eləyə bilir də, körpə eləyə bilmir maalesef. Görək bizi nə gözləyir? Gözləyirəm hələ də. Çox yorğunam. Həm ruhən, həm fizikən. Aşırı yorğunam. İndi gözləyirəm. Görək nə deyəcəklər, necə yoğun bakıma qaldırırlar, otaq verirlər, mən yanında qalıram. Heç bir fikrim yoxdur, yəni heç nə bilmirəm. Dəniz koleskada yatır. Can. Dəniz belə koleskaya qoymuşam, dənizə yatır. Damla sürməyə davam edir. Səsi gəlir, gəlmir, bilmirəm. Amma sürməyə davam edir. Bilmirəm. Aparırlar damlanı yuxarı. Bir müddət biraz ayrı qalacaq. Ama işte. Sağlaşma için zaman verilir bir şey. Hı? Ezgilama. Çift şumak koyuram sana. Tamam mı? Çift şu. Sonra gel. Herkese gece saat 5'ten salamlar. Işık yandıram. Üzüm yaxşı Saat gece 5'ti. Saçımın başımın halına baxmayın. Ay bunu yatdan çıxardım, sifətimi saxlamışım. Maska taxıram dənizi qorumaq üçün. Çünki xəstəliyim əldə keçməyib. Dənizi qorumaq üçün deyirəm. Çünki damlı xəstəxanadadır. Dünən Ramin getdi ona görməyə. Ben gelebilmedim. Dəniz var diye dənizi ora yollarda uşağı incitmək istəmirəm. Gecə saat 5'te kuxnada nə işim var deyə bilərsiniz. Sizə belə göstərim. Analıq görevimi yerinə yetirirəm. Şimdi niyə bunu indi edirəm? Eləməyi unutmuşam. Çünkü bugün Kərimə söz vermişdim ki, sənə hər zaman elədiyim pizza börəkdən eləyəcəyəm. Ama unutmuşam. Həm ağlımdan çıxır, həm xəstəlik. Bu arada Dənizdə biz xəstəxanadan gəldiyimiz günün səhərsi günü Dənizdə öskürməyə başladı. Yəni durumu stabildir. Öskürür. Yəni Damla da ilk başta öskürürdü. Xəstəxanaya apardım. Məni geri qaytardılar. Çünkü yatırılacaq bir durumu yoxdu. Yox idi onda. Sonra bir gecə apardığım üstüne neçə gün geçmişti? 5 gün. 5 gün geçmişti. Bir gecənin içində halı birdən-birə, gecənin içində gerçəkdən halı birdən-birə dəyişdi. Az önce dedim demədim bilmirəm. Həm yorğunam, yuxusuz deməyim, yuxusuzluq deyil bu. İnsan belə həm fiziksel, həm mənəvi yorğun olur ya. Elə yorğunam. Ramin getdi, Damlanı həm gördü, həm həkimdən məlumat aldı. Damla üçün həkim deyib ki, sizin gətirdiyinizdən daha yaxşı vəziyyətdədir. Ramin də gelib görüb yaxşıymış. Raminin yanında yemək veriblər. Şprislə yemək veriblər 15 millim. Ramin deyir, yeməyi verdilər. Yeyib qutarmağı bir oldu. Yeməyi verməklərlə qutarmağı bir oldu. Dedim 15 millim o uşaq üçün nədir? O uşaq 70 millim içirdi. İndi xəstəxanada yeməyin kəsdiklərinə görə, təzədən sıfırdan bir daha başladıqlarına görə ən balaca dozadan başlayırlar yemək verməyə. Bu hər zaman belədir. Stabil bunu uyguluyorlar. Sonra yavaş-yavaş pillə-pillə artırırlar. Məsələn, hemşire deyir ki, həkimə, işte uşaq bu qədər saniyədə yedi. Həkim də ona görə artırır. Yani hemşire kafasına göre artıra bilmez. Neyse. Ayakları durdum ayağa. Dənizi yedizdirmeye yadıma düştü ki Kərimin böreğini eləməmişəm. Dedim heç nə olmaz. Hemen düşüm. Hızlıca hazırlayayım. Ben bunu hazırlayaram. Airfryer'e koyaram. O pişene kadar ben de süt sağaram. İkisini bir yerde aradan çıxartmış olaram. Bilmirəm ya, Allah heç bir uşağı xəstə eləməsə. Düzdür, çox şükür, çox şükür. Xəstəxanadan yatıranda həkim dedi ki, narahat olmayın. Yəni çox ağır değil. Yəni ağır da ola bilərdi. Ağciyər infeksiyonudur sonuçta.
Amma ağır deyil yəni. Çabuk toparlayacaq. Dedilər dedi həkim bizə. İnşallah dedik bizdə. Yəni nağdı 5 gün oradadır. Çünki antibiotik verəcəklər. Antibiotiki 5 günə tamamlayacaqlar. Buna da yapabileceğimiz bir şey yoktu. Yani uşaq böyle olanda bir seçimin olabilir. Mesela üçün ay antibiyotik vereyim, vermeyeyim, özüm müdaxilə eləyim. Son momentdə antibiyotik. Gerçəkdən Damlada da elə oldu. Son momentə qədər gözlənildi. Son momentdə verərəm antibiyotik falan insan düşünür. Amma çörpü uşaqda elə olmur maalesef ki son ana qədər gözləsən də, gözləməsən də bu sənin seçimin deyil. Çünki körpəyə sən müdaxilə eləyə bilmirsən. Məsələn, böyük uşaqda elə deyil. Kərimdə mən Kərimin dilini bilirəm. Məsələn, Kərim hardan xəstələnir, necə qızdırması olur, niyə Kərim xəstədir, yəni ən erkən necə müdaxilə eləyə bilərəm. Məsələn, Kərimin bronxlarına tökürdüm. Onun mən həmən inqalyator eləyərəm buhar makinası ilə. Qəşəkcə Kərim çabuk toparlayar. Nə bilim, ot çayı dəmləyib verərəm. İndi körpü uşağına ot çayı dəmləyib verəcəyəm. Onu da eləyə bilmirəm. Deməlim odur ki, təzə doğulan uşaqla gerçəkdən də çox çətindir. Xəstələnəndə nəsə eləmək, nəsə müdaxilə eləmək. İndi Allahdan tək istəyim bilirsiniz nədir? İndi Damla da yatır xəstəxanada. Mən artıq bir şey eləyə bilmərəm. Düzdür, xəstəxana Damlanı yatıranda ağlayıb elədim. Yəni ağladım, niyə ağladım? Uşaq, bunun üçün şükürlüyəm. Məsəl üçün, uşaq xəstənin en azından tədavisi var. Çox şükür. Yəni xəstəxanada yatacaq deyəndə ki, illərlə orada qalacaq hali yoxdur. Dövlət xəstəxanasıdır. Sağlan kimi uşağı sənə verirlər. Özəl deyil ki, pul qopartmaq üçün uşağı saxlasınlar orada. Sadəcə olaraq insanda şey olur. Yəni uşaq körpədir, yəni təzə qovuşmuşam zaten. Mən uşaqları gətirəli nə qədər olmuşdu ki, 1 ay. Düşünün, uşaqları gətirəli 1 ay olmuşdu. 4 gözlə ana qarnındakı 40 həftələrini tamamlamaqlarını gözləyirdim. Və 40 həftələrini tamamladıqları gün uşağın birini yatızdırırsan xəstəxanaya. Da ağladım. Və pis təsir elədi. Ana enerjisi ilə, tezliyi ilə toparlansın, sağalsın, gəlsin, qovuşaq. Bir də ən böyük təmənnim, indi dəniz öskürür. Dəniz də Damla kimi güclənməsin. Önümdən gələni eləyirəm. Damlaya ilk başda aparanda mən həkimə nə demişdilərsə, buhar makinəsi demişdilər, elə xəstəxana. İndi xəstəxanaya aparmağımın heç bir mənası yoxdur. Artıq Damladan təcrübəliyəm. Acilə aparacağım, yəni xəstəxanaya aparacağım. Deyəcək ki, bu boyda uşağa yəni dərman vermirlər ağzına. İndi bu da var. Ancaq sistemdir. Onu da xəstəxana özü öz kontrol altında verir. Bu uşaqda da indi bu dəqiqə əgər güclü bir şey yoxdursa, sadəcə öskürürsə, evə göndərib buxar makinəsinə davam edin deyirlər. Ən fazla 1-2 dənə buxar makinəsinə ekləyəcəyin dərman yazırlar. Damladan zaten var idi dərman. İndi mən onu dənizə də başlamışam, dənizə də eləyirəm. İnşallah ki, öskürəyinə yaxşı gələr. Tez toparlayar. Xəstəxanaya yəni gedib çıxmamıza ehtiyac qalmaz. Tək indi bu dəqiqə istəyim odur. Yəni ağlımda olan tək istək budur. Nəysə, inşallah yaxşı olacaq. Özümü ancaq belə təsəlli eləyirəm. Belələri hazırladım, belə indi airfryer verəcəyəm. Belə mən gedim sütümü sağmaya. Dedim yeməyə hazırlayaq. Sizinlə də biraz məlumatı paylaşım. Nə oldu, nə bitdi. Necə davam edir hər şey. Çıxardım. Bura səriyor. Gedib sütümü sağam, işimi bitirdim. Birdən o arada siqnal salacaq, onu tərs-düz edib, sonra dikərdən silib biraz yataram, sonra zaten bir saat falan ancaq yataram, 1 saatdan sonra təkrar durub. İşte Kərim məktəbə gedəcək, onu yola salım, sonra həm onu yola salım, həm Damlanı, Damla deyirəm, dənizi yedizdirməm lazımdır. Əlimdən gələni eləyirəm, əlimdən bu qədəri gəlir, fazlası gəlmir. İnşallah uşaqlarla bir sürəci atladaq. Yəni, o qədər mənim üçün zorlu oldu. Xəstəxanada ağlayıram, hətta qayıtdım dedim ki, 9 aydır mən ağlayıram ben. Yəni, mən hamilə qaldım, hamilə qalandan çox ağır başdı, hamiləyəliyimin başı çox pis keçdi, bərbad keçdi. Zaten videoda paylaşa bilmədim, heç nə paylaşa bilmədim. Telefon əlimə alınca haldə deyildim.
Ondan sonra tamam qıza başladım. Dedim tamam toparlayıram falan. Uşaqlar oldu. Uşaqları xəstəxanaya yatırdılar. O da ayrı bir travma oldu mənim üçün. İndi uşaqları təzədən aldım. Uşaqlar xəstələndi. Mən özüm xəstəyəm hal-hazırda. Evdə maska ilə gəzirik. Bədənimizdən bir tər su atırıq. Yəni ağlınız şaşar. Köynək dəyişirəm gün gecələri, yəni dayanmadan ki, bədənim o bütün şeyi atıb qurtarmış olsun. Çalışmak zorundasın. Şimdi çalışmak için 8 milyar aşkın insanın olduğu dünyada 8 milyar tane parmak izi benzersiz insan olduğu meslek yok. 3-5 tane mesleğin peşinde herkes ve maalesef o 3-5 mesleğe de ancak birkaç bin kişi girebiliyor. Geri kalanın hepsi hasbelkader bir takım yollara giriyorlar ve bu ekmek parası için, hayatın idamı için yapmak zorunda olduğumuz bir şey. Bunu bir kere kenara koyalım. Fakat insanın şöyle bir yükümlülüğü var. Sadece işte değil, hayatın her alanında. Ana işi kendini bilmek ya. Bir insan ana proje olarak hep bunu söylüyorum. Kendini bilmeyi. Ne kadar sıkıcı bir işte çalışsın, ne kadar yoksulluk içinde olursa olsun. Ana konusunu bu yaparsa şöyle bir şey oluyor. Kendini tanıyan, kendini tanımaya devam eden, kendini keşfi en heyecanlı proje olarak hep aklının önünde tutan insan kendinde keşfettiğini neredeyse oraya koyuyor. Yani kendinden. Herkese yeni bir gündən salamlar. Necəsiz? İnşallah yaxşısınız. Biz də yaxşı olmaya çalışırıq. Neçə gün idi sizinlə en son danışandan sonra 2-3 gün idi video çəkmirdim. Bu videoların hamısını birləşdirib elə paylaşacağım böyük ehtimalla. Bugün Ramin Damlanın yanına getdim. Yemək yapardı onun üçün. Necə döyürəm də ona baxsın deyə. Həkim deyib ki, biraz çəki itirib. Ondan da əlavə deyib ki, bu normaldır çəki itirməyi. Amma mən fikirləşirdim ki, 5 gün falan saxlayarlar, 5-6 gün. 6-cı gün, yəni xəstəxanada yatdığının 6-cı günü buraxarlar deyə mən düşünürdüm. Çünki 5 gün antibiotik verəcəklər, antibiotikdən sonra buraxarlar deyə düşünürdüm. Amma buraxmayacaqlarmış. Həkim deyib ki, 10 gün ya da ki 14 gün saxlayacağıq. Yəni mən bugün sabah evə gələr deyə düşünürdüm, amma maalesef evə gəlməyəcək. Hələ ki xəstəxanadadır. Hara gedirsən qızım? Damla da öskürür, pardon, Dəniz də öskürür. Davam edir hələ də öskürməyi. Amma mən evdə ona həkimə apardım bu arada Dənizi. Həkim dedi ki, ciyərlərində bir şey yoxdur, ciyərləri təmizdir. Əgər qızdırması olsa, halsızlaşsa, yemək yemək istəməsə, o zaman gətirərsiniz dedilər. Hələ ki, həkimin dedikləri yoxdur. Ona görə də evə gətirdik. Nə vaxt aparmışdım? Cumartesi 6-cı gün aparmışdım da. Bugün 1-ci gündür. Damlayı da getdim özüm gördüm. Yaxşı idi, küvəzdədir. Şey vermirlər, oksigen vermirlər. Burnunu sürəkli təmizləməyə davam edirlər. Öskürək tamamını keçməmişdi mən gedəndə də. Yaxşıya doğru gedir, amma tamamen yaxşılaşmayıb həkimin dediyinə görə. Dünəndən də Kərim xəstədir. Öskürür. Bu tərəfə buraxmıram otağa. Öz otağındadır. Sürəkli onun otağının havasını dəyişirik, ona da hava verirəm. Mən də tamına %100 yaxşı olmuş deyiləm. Yəni ara-ara gəlir, gedir hissi, xəstəliyim. Bu xəstəliklərlə nə edəcəyik bilmirəm. Başımıza bəla oldu, belə deyək, 2026. Ya xəstəliklə girdik rəsmən. Allah özü kömək olsun. İnşallah gələn günlərimiz daha xeyirli olar. Bu xəstəlikdən qurtulmuş olarıq. Dəniz qucağımdadır çünki nəsə narahat hiss edir özünü. Yerinə qoyuram. Yerində o qədər özünü əzir büzür. Yatmaq istəmir. Onu öyle qucağıma götürdüm ki sakitləşsin. Sonra yerini uzadım. Bugün paltarlar var yuyulmuş. Ütüləyəcəm onları inşallah. Allah'ın köməkliyi. Paltarlarını ütüləyəcəm. Başqa nə yiyəcəm? Bu arada çox qəşəng qazlanmışdım. Videoları çəkirdim paylaşmaq falan filan. Damla belə o mağaraya girdim. Həm yenə hər şey həvəsim sönüb, amma özümü həvəsdən tamamilə salmayacağım. Özümə söz vermişəm. Çünki bunlar hər zaman olacaq. Həyatda hər şeyin yaxşısı da pisi də olur. Allah'a çox şükür şu an biz xəstəlik yox, bir şey yox. Yəni özümə elə təsəlli verirəm. Sadəcə öskürür. Xəstəxanada da çox yaxşı baxırlar, bunu bilirəm. Çünki yatırdığımız xəstəxana çox yaxşıdır. Bir də bizdə
Mənə bu arada Azərbaycanda necədir bilmirəm. Mənə çox deyirlər ki, xahiş eləsəydiniz, uşaq ananın ana uşağın yanında qalsaydı falan filan, ətrafımdakılar deyir. Burada bu mümkün deyil, çünki uşaq küvezdədir. Yəni o boyda uşağı perimetr olduğu üçün, yəni təzə doğulan sayılır zaten. Küvezə qoyublar. Küvezdə olan uşağın yanında da ananın qalmağının heç bir mənası yoxdur. Çünki əmizdirmək yox, yedizdirmək yox, altını dəyişmək yox, geyindirib soyundurmaq yox. Yəni uşağa heç bir şəkildə heç bir baxım vermirsən. Hər şey cihaz, uşaq tamamilə küvezin içində cihazı bağlıdır. Yəni orada zaten otomatik görsənir. Bir şey olanda da cihaz ötür. Orada yanında sürekli hemşireler var. Onlar nəzarət eləyirlər. Yəni deməyim odur ki, ananın qalmağı çox mənasızdır. Çünki uşaq açıqda deyil. Uşaq necə deyim sizə. Yəni bir var, uşaq xəstələnsin. Məsələn, mən ilk dəfə bunları mənə verəndə verməmişdən qabaq biz 2 gün 2 gün yox. 4-5 gün xəstəxanada mən bunlarla bərabər qaldım. Ana ilə uşağın bir-birinə alışma sürəci deyə. Biz bir yerdə qaldıq. Məsələn, onda orada məsələn xəstələr vardı. Uşaqların qanında infeksiya çıxmışdı. Bax o uşaqlar ana ilə bir yerdə qaldı. Çünki o uşaqlar biraz böyük idi. Bir də küvezin içində deyildilər. Küvezin içində olmadıqlarına görə də ana ilə qalmaqları normal idi. Bunu deyim sizə. Çünki uşağın bütün baxımını ana verirdi. Balamın qazı var. Uşağın bütün baxımını ana verirdi. Amma burada belə deyil. Bu isə dənizin qalmağı isə, pardon, dəniz deyirəm, damla isə küvezdə qalır. Yəni damlanın heç bir baxımını mən verməyəcəyəm. Gedib görəndə də hətta əlimi belə vurmadım. Yəni uşağı küvezin içində saxlayırlar. Əl vurmamaq da ən doğrusudur. Çünki infeksiyonlu uşaqdır. Problem yaşasın istəmirlər. Belə. Yəni ona görə ananın qalmağı mümkün deyil. Bir də burada dövlət xəstəxanasında indi özəl necədir bilmirəm. Böyük ehtimalla özəl də belədir. Yəni xahiş, minnət, rica belə şeylər girmir. Azərbaycanda bəzən tanışlıq falan olanda xahiş zad eləyəndə nəsə hörmət eləyir. Burada elə şey yoxdur. Xahiş zad heç kim prosedur nəsə o da olmalıdır. Hələ ki belə mən də bu videonu saxlamışdım. Yəni çəkirdim ara-ara. Verdim Damla gələr, videonu elə sonlandıraram. Amma belə başa düşdüm ki, Damlanın gəlməyi hələ bu həftədə qaldı. Bu həftə sonuna qədər buraxarlar, buraxmazlar, onu bilmirəm. Ona görə videonu çəkib bitirməyə qərar verdim. Bu günümü vloqlaşdırıb videonu montajlayıb belə paylaşacağım. Yəni mən sizinlə günlük həyatımı paylaşıram. Və həyatımda bunlar da olur, yapacaq bir şey yoxdur. İnşallah Allahın köməkliyi ilə bircə bu uşaqların belə o həssas dönəmlərini atlatsaydıq çox yaxşı olardı. Rahatlayardım yəni, belə deyim sizə. Əlimin qızdırması var, 39. 4 idi. Dərman verdim ona. İndi gedib birazdan ölçəcəyim qızdırmasını. Burada bir dənə belə toyuğum var. Toyuğu indi doğrayacağım. Deməli, toyuqdan bəzi hissələri çıxardacağım. Şey eləməyi düşünürəm, belə qaymaqlı soslu makarna eləməyi düşünürəm. Qalanını da saxlayacağım. Qalan elə bilin ki, bütün hissələrini böləcəyəm. O hissələrini ayırıb, indi qızartma eləyərik orasını bilmirəm. Buz xaldenika qoyacağım buzxanaya. Sinə hissəsini də belə şeylərə işlədəcəyəm. Mən həmişə belə doğrayıram toyuğu. Siz necə doğrayırsınız? Siz necə istifadə edirsiniz məsələn toyuq alanda? Yorumlarda yazsaz mənə də maraqlı olar, mənə də fikir olar. Toyuğun hər zaman sinəsini ayırıram. Bir də qanaddır, buzdur, qalan hissələrini ayırıb onları buzxanaya qoyuram. Xəstəlik başımıza bəla olub gedib, Allah'ın olsun. Neynəyəcəyimizi özümüz də bilmirik. Mən toyuğun hər zaman dərisini çıxardıram bu arada. Çünki biz dəri sevmirik. Bunu belə ayrı poşta qoyuram, sonra aparıb çöp zibil qabını, bu aşağıda zibillər atdığımız yerin yanına qoyuruq, orada bir şeylər falan yiyoruz. Əlimi yudum ki, toyuğu hissələrə böləcəyəm. Əlim yağlıdır. Çox yağlı da olmasın. Toyuğun budunun o ortasındakı bel hissəsi var. Mən onu 2 yerə bölüb,
toyuğun budunun üst hissəsi ilə birləşdirirəm belə bu şəkildə. Yəni burada ortada sümük olur ya, onu birləşdirirəm bu toyuğun bu üst hissəsi ilə bir yerdə doğruram. Çünki ayrı doğrayanda heç kim istəmir o hissəni. Sümük olur ona görə. Yəni heç kim də qınamalı deyil. Bir də toyuğun bu arxa hissəsi var ya, bu sümüklü qismi. Bunu da ikiyə bölürəm. Buranı da iki yerə bölürəm. Döşəti zaten üst hissəni ayırırsan, sümüyün üstündə biraz da döşəti qalır. Döşətini təmiz sivirmirəm onun üstünə ona görə. Üstdəki lavasa döşətini götürürəm. Altdakı o sümüyün üstünə qalan döşəti qalmış olur. Onu iki yerə bölürəm. Bunu da iki yerə buradan bölüb bu sümüylə bir yerdə saxlayıram. İndi göstərəcəm sizə nə edirəm. Belə ətlərin, döşətlərin üst hissəsini ayırdım. Dediyim budur. Sümüyü belə iki yerə bölürəm. Bu şəkildə. Burada döşətinin bir qismi sümüyün üstündə qalır. Bunu da belə iki yerə böləcəyəm. Və bunlarda ayrı ət olur. Yəni pişirilməli hissi olur. Çünki bel sümüyünü ayıranda o hissə sadəcə sümük olduğuna görə heç kim yemək istəmir oranı. Yəni heç kim birinin qabağına qoyulacaq bir ət olmur. Belə bölürəm. Üstündə çox fazla ət olmadan, amma birinin də payı olacaq şəkildə bir ət olur. Yəni bunu bölsəm çox az bir şey olar burada. Çünki bu sümüyün üstündə çox incə bir ət var. Bunu belə bütöv elə qızartmada falan pişirirəm. Belə qəşəng poşetlədim. Qoyuram buzxanaya. Tək səfərli. Elə bilin ki, bizə bu yetir. Bunu çıxardıram, pişirirəm. Bu bizə yetir. Bu döşətinin bir hissəsini saxlayıram. Bunun sabah yanına biraz da döşəti çıxardacağım. Sabaha börək eləyəcəyəm. Qalan bu döşəti də qəşəng doğrayıb ayrı bir qaba yığacağım. Toyuğun belə döşətini küp-küp doğradım. Bunu ayırıb kənara qoyuram. İndi həmən hızlıca bir krem eləyəcəyəm. Hər zaman elədiyim kremdən onu çəkməyəcəm sizin üçün. Ona görə ki, sabahlarım anamın əlbəttədir. Ballı tort eləyib. Onu kremləmək üçün mən bugün krem hazırlayacağım ki, tortun bisküvitlərini hazırlayıb, mən də kremi hazırlayacağım. Sonra arasına sürəcəyim. Dəzgahın üstündə toyuğu doğradığım üçün dəzgahın üstünü qəşənglə belə şampunlayıb sabunlayıram. Hemen bir kremi hazırlayayım, ondan sonra yeməyə geri dönəcəyik. Markete getdim, göbələk alacaqdım. Onun içine göbələk qatacaqdım. Göbələksiz qəşəng olmur. Maalesef markette de göbələk yox idi. Nəfəsə qaldım. Ona görə də bu doğradığımı bayaq ayırdığımın yanına koyacağım. Sabah börək eləyərəm bununla. Onu da başka bir vaxt eləyərəm. Onu indi mantı eləyəcəm. Suyu koymuşam. Zaten makaronun için su koymuştum. Bunu kaldırdım. Hazır böyle mantımız var. Mantı ataram pişer. Bunu da koyup kalacağım. Bunu yanına koyuyorum. Sabah. Bu kaldı artık sabaha. Böyle. Neydi? Ben ne pişirdim? Mantı elədim. Birazdan hamıca alacağım. İçerim ayaklarımı işte suya koymuşum. Yavaş yavaş kızımı da oyadım. Aşkım. Oy can. Uyan aşkım. O bir tane. O bir tanem. Aşkım benim. Çiçeğim. Azayca indirmişim alnına. Ona görə ki özünü yırtırdı. Ona görə indirdim. Həmişə indirmirəm bu arada. Bir də əlləri soyuq olanda indirirəm. Aşkım. Bebeğim.
Üzülüb. Görürsünüz, o küskürür bu da. Can. Herkese yeni bir günden günaydın. Sabahınız xeyir. Oy, sesim getdim. Dünən axşam saat 12 civarı idi. Səhv eləmirəmsə 12-1 işliydi, 1-in yarısı o tərəflər idi. Bir dənə qar yağdı qəşəng. Belə əməlli başlı yağmağa başladı. Amma mənim heç ümidim yox idi tutacağına dair. 1 saat, 2 saat sonra zaten yuxudan oyandım. Dənizi yedizdirmək üçün. Oyandım ki, ucu dayanıb, qar yağmır. Bugün də elə gözəl bir dənə günəşli hava var. Superdi, amma soyuqdu təbii ki. Yəni, hava bayağı soyuqdu. Amma günəşlidir, çox qəşəng hava var. Nəsə, yuxudan durmuşam, yeməyimizi yedik, dənizi yedizdirdim. Yatızdırdım. Dəniz oradadır. Yuxuya gedib. Öskürür hələ də. Səsi gəlirsə əgər. Kərim də hələ də xəstədir. Onun da səhər tezdən qızdırması var idi. Ona da dərman verdim. İndi yoxdur, qızdırması daha yaxşıdır. Paltalar var. Burada ütülənəcək. Paltaları ütüləyəcəyəm. Su qaynatmışam. Üskürəndən sonra çox narahat olurum. Can, səni belə eləyəm. Daha rahat yatarsan. Elə eləyim, daha rahat yatar. Gücünə qalıb. Xalaları sələ. Bələdim onu bu fasonda. İndi yatar. Bələdim deyəndə ki, qollarını sadəcə bələyirəm. Ayaq hissəsini qətiyyən bələmirəm. Əlləri ilə üzünü əlatıb özünü oyandırmasın deyə, rahat yatsın deyə eləyirəm. Buhar makinasını hələ də davam eləyirəm. Yeməkdən sonra elədim. Burnunu da təmizlədim. Uşağın paltarları var idi. Onları ütülüyürəm. Biraz da sizinlə söhbət eləyək. Normalda çox enerjisi yüksək bir insanım da. Enerjisi asla düşük bir insan deyiləm. Normalda elə idim. Amma bu son zamanlarda, əsasən də hamiləlikdən sonra, yəni enerjim aşırı yerlərdədir. Yəni belə deyim sizə. Heç nədən keyif ala bilmirəm. Sürəkli bir depresyon modundayam. Canım bir şey eləmək istəmir. Yəni bu bir tək uşaqlar doğulandan sonra belə deyil. Hani deyim ki, onda hamiləlik hormonlarından, doğum lohusalıqdan falan olur. Yox, bu hamilə qaldığımdan bəri demək olar belə hamilə qaldım üstündən. Hani bu ürək bulanmalar falan başladı ya. Yəni mən ondan bəri toparlana bilmirəm. Belə deyim sizə, mental olaraq toparlana bilmirəm. Yəni mental olaraq çox çöküntüdəyəm. Çox belə mutsuzam, sürəkli belə depresyona girmək istəyirəm, çox danışmaq istəmirəm. Zaten başlıqda o hamiləliyimin başlığında video çəkməməklərimin böyük səbəblərindən biri də oydu. Həm ürəyim bulanırdı, həm çox aşırı pis keçirdim hamiləliyi, həm də mental olaraq çox belə çöküntüdəydim. Evdən çölə demək olar çıxmırdım, eləmirdim, heç yerə getmirdim. Yəni tamamen özümü evə qapatmışdım. Yəni çox da dəyişməyib əslində bu. Hələ də demək olar eləyim. İndi belə olmağıma alışıq deyiləm. Alışıq olmadığım üçün də belə olmaq mənə pis gəlir. Yəni bunu deyim sizə. Niyə pis gəlir? Çünki yəni belə olmağa davam elədikcə sanki şeyim artır. Bu depresyonal halım artır. Getdikcə böyüyür. Yəni böyüdükcə böyüyür. Normalda gülən, danışan, kahkaha atan mən. Gülməyə həvəsim yoxdur, kahkaha atmaya həvəsim yoxdur, heç nə eləməyə həvəsim yoxdur. İş görməyə belə həvəsim yoxdur. Bir şeylərə durub özümü zorluyuram rəsmən. Yəni zorluyuram. Bu üçünü belə eləməyi 2 gün çəkdi. Yəni insanın bəzən ən yaxınındakılar belə insanı başa düşmürlər. Nə hiss elədiyi, belə yaşadıqları başa düşməyə bilirlər yəni. Bilmirəm, sizdə də bu halı yaşayırsınız. Bugünlə əlaqəli, indi zamanla əlaqəli bir şeydir. Yoxsa bu mənim tamamen beynimdə olan bir şeydir. Ya, o qədər çox güləyəm, neşeli, belə olduğu ortamı, səsini, küyünü çoxaldan bir insan olmuşam ki hər zaman. İndi belə olmağımı özüm yadırlayıram yəni. Elə deyim sizə. Belə olmaq istəmirəm.
Belə olmamaq üçün də nə edəcəyimi də bilmirəm. Ya, belə tam deyirəm, tamam, özümü toparladım, yaxşı olacağam, yaxşıyam deyirəm. Tam onu deyirəm. Alıram kameranı, videolar çəkməyə başlayıram falan filan. Yəni pat deyə, məsəl üçün, Damla xəstələndi, xəstəxanadadır. Dalıca mən çox pis xəstələndim, Ramil xəstələndi. Hamımız bərbad xəstəyik, hələ də keçməyib. Kərim xəstədir. Qızdırması vardı bir gün səhərə qədər. Dəniz öskürür. Sürəkli tetikdəyəm. Ya onda damla kimi çox pis olarsa, ciyərinə tökərsə, ya onda xəstəxanaya yatırmaq məcburiyyətində qalaramsa. Sürəkli dayanmadan tetikdəyəm yəni. Nə olacaq ilə ilgili. Bəzən deyirəm uşaqlar çox balacadır, ona görə beləyəm. Bəzən deyirəm özü vallatma arzu hamiləliyində də belə idi onsuz da. Bu arada mən uşağın paltarlarının tərsini asıram. Tərsini asmağımın səbəbi toz olmasınlar falan deyil də şeydir. Ütüləmək rahat olur. Çünki 2 dəfə iş olmur mənə. Ütüləyib çevir. Çünki tərs üzünü ütüləyirəm. Mən paltarların hər zaman tərs üzünü ütüləyirəm. Düz üzünü ütüləmirəm. Yəni siz belə eləyirsiniz, eləmirsiniz, siz necə eləyirsiniz? Yəni tərsi adam var, tərsini ütüləyir, sonra da düzünü də ütüləyir. Mən düzünü ütüləmirəm, düzün sözəli tərsini ütüləyirəm. Bilmirəm ya, bu hiss elədiyim, yaşadığım nədir? Yəni belə də olmalıdır, yoxsa mən abardıram durumu. Sonra öz-özümə deyirəm ki, Arzu, şükür elə. Bu arada buna şükürlük deyil, bunu qətiyyən səhv başa düşməyin. Qaranlıq düşürəm. Kameranın yerini dəyişdirdim. Oradan sanki üzüm çox qaranlıq düşürdü. Buradan bəlkə daha yaxşı düşər. Yəni buna şükürlük deyil, səhv başa düşməyin mən. Qətiyyən naşükür insan deyiləm. Çox şükür, hər halımıza şükür eləyirəm. Allaha çox şükür. Bu günümüzə də şükür əlbəttə ki. Amma bilmirəm ya. Mən belə normalda belə deyildim. Hər şey aşırı kafama taxıram, hər şey aşırı kafamda böyüdürəm. Yəni heç də belə bu qədər hər şeyə böyüdən bir insan asla olmamışam. Aşırı hər şeyi kafamda böyüdürəm. Şişirirəm. Hər şey sanki qlobal bir problemmiş kimi yanaşıram. Yəni bunu özümdə hiss edirəm bəzən ki, yəni məsələn bir şey olur. Deyirəm ki, ay biz bunu necə həll eləyəcəyik, necə olacaq falan filan kafamda belə böyüdüb, sonra da bir anda belə betər olub. Bundan daha betərini həll eləyə bilməməyinin qorxusudur. Uşaqlarla mı birlikdə mənə yükləndi bu? Nə oldu? Ya da çoxmu uşaqlara başda doğumlarında çoxmu aşırı stres yaşadım, depresyon yaşadım. Ondan mı oldu? Bilmirəm yəni. Bilmirəm, sizinlə belə kameranın qabağıma qoyub dərdləşmək istədim, danışmaq istədim. İnsan bəzən hər şeyi hər kəslə danışmır. Niyə danışmır bəzən? Qarşındakı insan səni dinləyir, dinləmir deyil. Şükür Allah, mənə də dinləyən insanlar var ətrafımda, amma ya qarşındakı gözündən görürsən sanki ya, səni anlamır. Yəni səni başa düşmür. Bilmirəm. Bu yaşadığıma nə ad verim, nə deyim. Bu gün sabah bu arada xəstəxanaya gedəcəyik. Qızımın ikinci kontrolu var. Xəstəxanadan çıxandan sonra. Qızımın da ikisinin də var əslində. Damla xəstəxanadadır. Bunların resevi aşıları var. Deyilənə görə buna vurulacaq, o birisinə vurulmayacaq. İndi onu da dəqiq bilmirəm. Sabah xəstəxanadan soruşacağam. Vurulacaq ya yox. Vurulmağını istəyərdim çünki o aşı bunları xəstəliklərdən qorumaq üçündür. Mənə tez-tez çölə çıxmaq lazımdır məncə. Evin içində qaldım mən. Çox dörd divarın arasına özümü kilitlədim. Mən elə fikirləşirəm. Əvvəllər belə deyildim. Çölə bayıra çıxırdım, eləyirdim, uşaqlardan öncə işləyirdim. O var idi. Ramillə bir yerdə çöləcədə çıxırdıq. Nə bilim, bir kafeyə, mafeyə gedirdik. Yəni hamiləlikdən bu yana həyatımda da yoxdur. Kafelərdən siqaret çəkirlər, nargilə çəkirlər, hamiləyəm deyə mənə zərər eləməsin deyə heç yerə getdiyim də yoxdur. Belə çıxmaq lazımdır mənə. Hava da soyuqdur, uşaqlarla bir yerdə çölə çıxa bilmirəm. Bayır onları kolleskaya qoyub, onlarla bir yerdə çölə çıxardım. Kafam dağıdardı. Mən bu qədər evdə qalmağa gələ bilmirəm. Tamam, ev insanıyam. Orada okey. Yəni evi sevirəm, evdə olmağı sevirəm. Onların hamısını okey. Amma o evdə qalmaq üçün də, enerjimi toplamaq üçün də, evdə qalanda uşaqlarıma
yaxşı vaxt ayıra bilməyim üçün də mənim özümün də yaxşı bir enerjim olmalıdır. Özümü yaxşı hiss eləməliyəm. Onun üçün də bir çölə bayıra bir yerə çıxıb enerji toplayıb təzədən qayıdıb evimin işini, gücünü görə bilməliyəm. Bir şeylər eləyə bilməliyəm. Məsələn, əvvəllər fikirləşirəm ki, əvvəllər tamam gəzmək, indi analarımızın dövründə gəzmək o qədər yox idi. Bunlar evdə idilər falan filan. Amma sonra yox, evdə idilər deyə bilmərik. Çünki əvvəllər qonşuluq var idi. Əvvəllər qonşuluq var idi. Yəni qonşular bir-birinin evinə gedib gəlirdilər. Qadınlar bir-birlərinə sürəkli bir təmas halındaydılar. Söhbət eləyirdilər, sosiallaşırdılar. Yəni illa çöldə sosiallaşmağa da gərək yoxdur. İnsan birinin evinə gedib gələrək də sosiallaşa bilir. Bir yerdə oturub 2 çay içərək də sosiallaşa bilir. İlla evdən çölə çıxmaya da ehtiyac yoxdur. Əvvəllər belə şeylər vardı. İndi bunlar da yoxdur. İndi hamı öz evində, qonşularının bir çoxunu tanımırsan, demək olar. Bir də hamının öz həyat koşuşturması var. Heç kimi ayıracaq qədər vaxtı da yoxdur. Yəni boşluğu yoxdur. Əvvəl belə deyildi. Əvvəllər insanlar bir araya gəlirdilər, otururdular. Məsələn, mən uşaqlıqda yadımdadır. Bizdə bina evi idi. 3 bloklu ev idi, bina idi. Məsələn, yayda ən çox sevdiyim və ən çox yadımda qalan şeylərdən biri budur. Yayda hamı həyətə düşürdü. Uşaqlı, böyüklü, qadınlı. Hamı həyətə düşürdü. Zaten çoxunun yoldaşı ya evdə olurdular ya da heç evdə olmurdular. Yəni həyətdə falan çox nadir olardı. Kişilər həyətə gəlib bir qıraqda otursunlar falan. Nə boyda həyət idi, indi binanın həyətidir. Qadınlar düşürdülər, otururdular uşaqlarla falan. Hamımız otururduq bir yerdə. Orada hamı bir-birinə söhbət zad eləyirdi. Yadıma gəlir. Sonra məsələn həyətə düşmək kültürümüz bitdi. Ondan sonra məsələn evimizin yaxınlığında park var idi. Mütləq hər axşam anam bizlə bir yerdə parka gedirdi. Məsələn orada sosiallaşırdıq. Yenə də orada fikir dağıtmış olurdu insan. Ya baxırsan ki, əvvəllər indiki kimi məsələn kafeyə getmək yox idi, amma başqa şeylər vardı. Yenə də insanlar sosiallaşırdılar. Yəni insan sosial varlıqdır ya. Sosiallaşmadan insan evdə otur. Heç kimlə danışma, ünsiyyət qurma, fərqli eləmə özün üçün. Bir yerdən sonra kafayı yeməyə başlayırsan. Ya mənim özümdə gördüyüm budur. Məncə özümü bu qədər pis hiss eləməyimin səbəbi budur. Elə fikirləşirəm. Nə oldu kızım? Uyanırsan? Saat neçədir? Yemək vaxtına az qalıb. Yavaş durur. Can, Allah bütün balaların canını sağ eləsin. Allah hamımızın canını sağ eləsin. Yəni xəstəlik pis şeydir. İnsanın bütün enerjisini aparır. Aurasını aparır. İnsan heç nə eləyəsi gəlmir. Bundan öncə paylaşdığım, bu videodan öncə paylaşdım. Məsələn 2 dənə video var. Orada da damlanı xəstəxanaya yatırmamışdıq. O videolar əlimdə idi. Onları editləyib paylaşacaqdım. Biz xəstəxanaya getməli olduq. Damlanı xəstəxanaya aparmalı oldum və videolar əlimdə qaldı. Ondan sonra həvəsim olmadı editləməyə. Sonra editlədim, paylaşdım bundan öncə. Məsələn o videoları paylaşmışam. Damla indi orada evdədir, amma indi xəstəxanadadır. Düzdür, yenə də deyirəm, çox şükür şu an pis bir xəstəliyi yox, bir şey yox. Amma nə bilim ya, insan övladın yanında istəyir. Ürəyim sıxılmır deyil, ürəyim sıxılır yəni. Özümü şeyləməyə çalışıram ki, Arzu, özünü dənizə odaqla. Damla indi orada yaxşıdır, ona qəşəng baxırlar. Özünü odaqla, yaxşılaşmağa bax. Xəstəliklərdə sağalsın ki, uşaq gəldi, təzədən xəstələnməsin. Amin bunlar mənə hər zaman deyir ki, biz sağalaq ki, uşaq gəldi, təzədən xəstələnməsin. O oradadır, biz də burada toparlanmağa. Baxıram ki, düz deyir, amma yenə də nə bilim, ürəyi, insanın ürəyi yenə də uşağın istəyir. Belə danışıram, sonra deyirəm ki, tamam Arzu, toparlanacaqsan, ayağa duracaqsan, hər şey yaxşı olacaq. Bilirsiniz nə var məndə? Sürəkli ağlamaq istəyirəm. Biri mənə dəysə ağlayaram, sürəkli belə haldayam, nə bilim. Sizin ürəyinizi sıxdım. Amma əminəm ki, mənim kimi hiss edən bir sürü qadın var. Mənim kimi bir sürü hiss edən ana var. Bundan %100 əminəm. İçinizdə ana olmayıb, fərq yoxdur, evli olmasa da olar. Evli olmayıb,
bu şəkildə hiss edən bir sürü qadın var. İlla evli insanın həyatına belə depresyonlu, belə ürək sıxıcı hallar gətirmir. İnsan subay olanda da belə şeylər yaşayır. Amma yenə də bunu deyim ki, əgər aramızda gənclər varsa, yaşınız az olanlar varsa, yəni 20 yaş, gənc dediyim mən də gəncəm də, yaş deyiləm. Amma yəni 20'li yaşlarda olan varsa, yaşınızın qiymətini bilin. İnsan o yaşda yaşının qiymətini bilmir. Gerçekten yaşınızın qiymətini bilin. O yaş elə bir yaşdır ki, nə qədər fikir eləsən də, stres keçirsən də, dərd çəksən də, yəni bunu nə qədər eləyirsən elə, yenə bir 30'lu yaşlarındaki kimi olmursan. Yəni risk eləmək, bir şeylər üçün addım atmaq, həyata bir şeylər keçirmək insan üçün daha basit olur o yaşında. Yəni sizə məsləhətim odur ki, o yaşınızı kullanın. Yəni mən fikirləşirəm ki, mən o yaşlarda daha heç nəyi düşünmədən atıla biləcək bir insan idimsə, indi bu yaşımda daha çox düşünməyə başlamışam bir şeylər eləmədən öncə. Bu arada evimizin yanında bina sökürlər sizə göstərmişdim. Onun dambadrumu da başımızı bir tərəfdən xarab eləyib. Hələ bunların tikintisi olacaq. İnşallah pulları çox olar. Tez qutararlar inşaatı. Çünkü bunlarda pul bitəndə inşaat da dayanır. İnşallah pullar olar, inşaatlara daha hemen başlayar ve biter. Çünkü bunların pulu varsa bina tikməkləri 2 həftə çəkir. Maşallah nə qədər paltar yumuşam mən. Yenə istusuda ləkəli paltarlar var idi. Kızım kakaşka eləmişdi, palto bodyləri batmışdı, onları istətdim. Bugün vaxt olsa onları yuyarım. Olmasa qalar. Bugün anamın ad günüdür. Bu videonu izleyəcək nə vaxtsa, bugün nə vaxt paylaşsam onda izleyəcək. Bugün anamın ad günüdür. Ad günü mübarək anam. Yaxşı ki doğulmusan, yaxşı ki bizi doğmusan. Anamla da biz çox bərabər həyatda badirələr atlatmışıq. Hələ də bəzi badirələr hələ də atlatmağa davam eləyirik. İnşallah yeni yaşa sənin üçün uğurlu olar, xeyirli olar. Nəvələrinlə, övladlarınla bir yerdə Allah sənə can sağlığı versin. Sağlıqlı ömür versin. Allah səni bizim başımızın üstünə əksik eləməsin. Yaxşı ki varsan, yaxşı ki bizim anamızsan. Ətrafımda baxanda birçok anadan, birçok ananın eləmədiklərini bizim üçün eləmişsən. Ona görə sənə buradan təşəkkür edirəm. Çok var. Şöyle görüyor musun? Bunlar çok az. Bu yüzden daha Aşkım. Ne kuşum. tekrar 2 tane getirdim. Yok şimdi bir hiç mi? Dedim ki odanın arkasında var. Böyle konuşuyoruz. Sen yemek yedin, çok mutlu oldun kız. Oy. Oy. Zıtkırır, özü şaşırır. Şimdi. Oy. Saat yetiştir. Size etrafı gösterir. Bomboştu. Böyle stulda kalmışım. Dünən saat 11'den. Dünən saat 11'den buradayım. Aşırı yorulmuşam. Can. Bu arada normalde belə bu kadar öskürmür. Buxar verən də belə eləyir. Aşırı yorğunam. Xəstəxanada yatmaya yeri yoxdur. Mən yerləşdirəmirlər, başqa xəstəxanaya göndərə də bilmirlər bu arada. Mənim yanımdakı bir çox xəstəni başqa yerə göndərdilər, bir tək məni göndərə bilmirlər.
Yabancı olduğum üçün sevk eləmək olmur məni. Bu xəstəxanada yatmam lazımdır, amma bu xəstəxanada da yer yoxdur. Səhərin azından yerin açılmağını gözləyirlər. Mən çox yorğunum. Vaxta qədər bu stulda oturmaq olar. Neçə saat yəni? Maksimum. Başım burada biraz qoyub, burada biraz 5 saat yuxu almaya çalışdım, amma təzədən yenə mənə. Yəni tam yuxu aparmır. Qapı açılanda otomatik oyanıram. Allah işimə göstərməsin bu xəstəxana qapıları.